Havalar istiləşdikcə ilanların sayı da artır, onların evlərə, yaşayış evlərinə hücumu da artır. Bu dəfəki ilan hücumuna məruz qalan yaşayış evi Astaradadır və sakinlər, həmin ətrafda yaşayan insanlar deyirlər ki, biz nə qədər o ilanları öldürsək də onların ardı arası kəsilmək bilmir ki, bilmir. Astaranın Şiyəkəran kəndində Ərəstun İmanova məxsus yaşayış evi son günlər ilanların hücumuna məruz qalır. Ev sakinləri bildirir ki, havaların isti keçməsi və quraqlıqla əlaqədar olaraq ilanlar daha da aktivləşib. Bir neçəsini öldürsələr də ilanlardan yaxa qurtarmaq mümkün deyil. Birini burada öldürdüm. Salonun içində birini öldürdüm. İndi də burada haftanın 5-ci günü birini öldürdüm. Tez-tez rast gəlir də, rahatçılıq yoxdur. Kim gəlir həyata qışqırır ki, ilan var həyatda. Sözü gedən hal digər həyətlərdə də müşahidə olunur. Ətrafda yaşayanlar ilanların məhz bu həyətdən gəldiyini iddia edirlər. Belə ki, sözü gedən evdə bir neçə ildir yaşayış olmadığından həmin həyətdə bir neçə növ ilanın məskən saldığı ehtimal olunur. Başda 1 metrədən çox uzun qıpqırmızı ilan, başda balaca çalan ilan idi. Qonşuda yaşayış yoxdur, o zaburdan bu atlanır boyunca. İsti vaxtlarıdır, o zabur üstündə uzanır, özünü istiyə verir. Bu ilan bunun burada yuvası var, bunun qarşısını almaq lazımdır. Son zamanlarda bu yol çəkişinə olaraq dağdan torpaq gətirilir. Həmin torpağın içərisində bizim zona üçün xarakterik olmayan ilanlar, dağda yaşayan ilanlar var ki, hətta uzunluğu 2-3 metrə çatan ilanlar tez-tez rast gəlinir. Çox zamanda torpaq sürüşmələri zamanı həmin ilanların çaya tökülüşməsi nəticəsində onlar sellə gəlib bizim ərazilərdə çıxırlar və ətraf evlərdə maskunlaşırlar. İmanovlar ailəsi və ətrafda yaşayanlar özlərini təhlükədə hiss edirlər. İlanların hamısı zəhərli olmasa belə təsərrüfatlara ziyan vurur. Məsələn, sonuncu dəfə öldürdükləri ilan əsasən həyətlərdəki kiçik ev quşları ilə qidalanırmış. Məhəmməd Rzayev, Şahin Mirzəyev, Astara.